Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir. Bugün DİM-in qəbul suallarından birini izah edərik. Gəlin sualımıza baxaq. Uyğunluğu müəyyən edin. Şimali Avropa, Cənubi Avropa və Orta Avropa. 3 region göstərilib və hər regiona aid xüsusiyyətləri seçərik. Atom elektrik stansiyalarında istehsal olunan enerjiyə görə dünyada qabaqcıl yer tutur. Bu, Orta Avropaya aid xüsusiyyətdir. Çünki Orta Avropada yerləşən, xüsusilə də Belçika, Fransa kimi ölkələrdə atom elektrik stansiyalarından istehsal olunan enerjinin kəmiyyəti daha böyükdür. Ona görə 3A olacaq. Əhalinin sıxlığı nisbətən aşağıdır. Regionlar içərisində əhali sıxlığının ən aşağı olduğu region Şimali Avropa regionudur. Bu, əlbəttə ki, onların iqlimi ilə bağlıdır. Hidroenerji və meşə ehtiyatları ilə daha zəngindir. Bu da Şimali Avropa regionuna aiddir. Xüsusilə də Şimali Avropada yerləşən Norveç, İsveç, Finlandiya kimi ölkələrdə meşə ehtiyatları zəngindir. Həmçinin Norveç dünyada su elektrik stansiyalarına görə seçilən ölkələrdən biridir. Orta inkişaf səviyyəsinə malik inkişaf etmiş ölkələr vardır. Bu, Cənubi Avropaya aid xüsusiyyətdir. Cənubi Avropada yerləşən Portuqaliya, İspaniya və Yunanistan kimi ölkələr orta inkişaf səviyyəsinə malik inkişaf etmiş ölkələrdir. Sitrus meyvəçiliyi və zeytunçuluq yaxşı inkişaf etmişdir. Sitrus meyvəçiliyi və zeytunçuluq əsasən subtropikin Aralıq dəniz iqlim tipinə xas bir təsərrüfat sahəsidir. Bu da Cənubi Avropaya uyğun gəlir. Ona görə 1-ə BC, 2 D-Y, 3 də A olacaq.